Uşaq ailənin böyüklərinə hörmət etməlidir. Bizdə hörməti baş əymək kimi dəyərləndiririk. Bütün valideynlər hörmətə layiqdir. Bütün valideynlər. Bütün övladlar valideynlərinə hörmət etməlidir. Və hörmətin daxilində sağlam müzakirə və bəzən mübahisə də olacaq. Və valideynlər istəyirlər ki, mənim evimdə, mənim dibimdə otursun və mənə heç bir şəkildə qarşı gəlməsin, amma çöldə öz haqqını tələb eləsin. Belə bir şey yoxdur. Birinci, baş qaldırmanı sizə eləyəcək. Buradakı məsələ, biz valideyn olaraq nə qədər yetkiniksə, bunu şəxsi qəbul eləmirik. Onun inkişafının bir hissəsi kimi qəbul edirik. Sən mənə nə tərbiyyələ qarşı gələrsən, yox. Onun yaşının gətirdiyi bir şey kimi dəyərləndirəndə biz onu şəxsi qəbul eləmirik. Amma bütün uşaqlar valideynlərinə baş qaldırmalıdır ki, baş qaldırmaq deyəndə etiraz etməyi öyrənməlidirlər ki, çöldə etiraz edə bilsinlər, haqlarını qoruya bilsinlər. Və evdə uşağın öz zonası yoxdursa, çöldə də uşağın öz zonası olmayacaq, şəxsiyyəti olmayacaq.